qoydu mağazasına. Nə qədər müddəti var bunun ömrü? Su bazlı boyalarda bakarsak buna, yani emulsiya dediğimiz ürünlerden bakarsak tabii ki bunların içinde de belli farklı kaliteleri mevcut. Bizim bu siyah kovalara koyduğumuz premium kalite olan ürünler 5 yıl boyunca rafta durması halinde dahi herhangi bir bozukluk olmaz. Biz bunun zaten onun da garantisini veriyoruz. Bir mağazada 5 yıl boyunca rafta duran bir ürün en ufak bir problem karşılaştığında bunun değişimini mağazalara sunuyoruz. Ama tecrübe olarak söylüyorum ki biz bu ürünleri dediğim gibi çok eski yıllardan beri üretiyoruz. Halen daha müşterilerimizin rafında olan 10 yıllık, 12 yıllık ürünler hala ilk günkü gibi sapasağlam duruyor. Çünki bu çox vacib bir məqamdır. Mənim bildiyim qədərindən bir çoxlarında 2 il olur. Azərbaycan istehsallarında, düz deyirəm də, bəli. Yerli istehsalda. Bir balaca təcrübə var bu barədə, 2 il olur. 2 ildə hər halda bir mağazaya gətirib qoydunsa, onu satmadınsa, o birbaşa mağaza işlədən sahibinə zərər gətirəcək bir şeydir. Tabii. Bir də saxlanma qaydaları varmı xüsusi olaraq? Nələrdən qorunmalıdır? Çünki bəy düz dedi. Çünki məlumatsızdılar. Onun ümumiyyətlə bütün məhsulları necə deyim, texniki göstəriciləri qədər onun saxlanma qaydaları var ki, o daha tez pozulmasın. Türk dilində desək, xarab olmasın. Doğru. Texniki göstəriciləri heç bir insan oxumur. Bu saklama kaideleri de çok fazla detaylı yazmaz. Daha çok insan sağlığına nasıl zararlı olduğunu, nasıl sakınması gerektiği anlatılır genelde. Onun çünkü zorunlu kaideleri var. Bunun su bazlı boyalarda, yine emulsiye boyalarda 0 derecenin altında, yani eksi derece soğuğa maruz kalmaması gerekir. Çünkü içindeki su yapısı eğer donmaya başlarsa, buzullaşmaya başlarsa boyanın yapısını bozar. Ve saklanırken alt bir koruyucunun üstünde saklanması tavsiye edilir. Direkt betonla temas etmemesi istenir. Biz bunu tavsiye ederiz. Çünkü bu da boyanın ömrünü uzatan durumlardan biridir. Bəli. Yəni əsas məqamlarda deyərdim ki, bunu satış edərkən mütləq şəkildə bildirmək lazımdır ki, boyanın özü qədər onun saxlanma şəraiti də ona uyğun olmalıdır. Mütləq şəkildə elədir. Əmər xanım, mən sizdən tam razıyam. Boyaların saxlanma şəkilləri indi müasir mağazalarda, raflarda olduğu üçün məncə bir problem yaşamırıq. Mən bizim Pamukkale boyanın markasını demirəm, bir çox türk markaları var ki, hətta onlar da il söhbəti eləmirlər. Yəni 2 il müddəti var, 3 il müddəti var. Bu yalnız mən özüm belə deyim, yerli istehsallarda qoyulan 2 və 3 il civarında bir ona belə deyim, il qoyurlar ki, bu xarab ola bilər. Xarab olma səbəbləri amilləri onun saxlama şəraitindən əmələ gələ bilər. Bir də tərkib hissəsinə görə də ola bilər. Bəli, bəli. Məsələn, qiyməti daha münasib olan boyaların saxlanma qaydası bir o qədər uzun olmaz. Tərkibi mükəmməl olan boyaların isə saxlanma qüvvəsi daha çoxdur. Ona görə bəzi tamaşaçılara biz buradan bunu bildirəndə demək istəyirik ki, yəni bütün boyaları eyni sektorda qoymasınlar. Yəni hər boyanın özünə görə bir ağırlığı var və özünə görə bir saxlanma şəraitdə qaydaları var. 2 il müddəti olan bir boya ilə 5 il və 5 il üzəri olanın müqayisə eləmək təbii ki, düz deyil. Bəli. Çünkü o tarz yani bunun 2 yıl mühlet koymalarının temel sebebi bunun içindeki ham madde oranıyla alakalı bir durum. Bu ürün en nihayetinde toprak altından çıkan ham maddelerin öğütülmesinden kaynaklı, yani o sayede elde edilen birçok ürün barındırıyor içinde. Bu ürün yoğunluğu bakımından daha ağır bir ürün olduğundan dolayı bekledikçe alta doğru bir çökme yaşanıyor. Eğer onun içindeki kimyasal ajan diyoruz biz ama kimyasal maddeler yeterli miktarda değilse o ürünün çökmesine sebebiyet veriyor. Çöken üründe taşlaşmaya başlıyor. O yüzden 2 yıl mühlet veriliyor. Ama onun içindeki kimyasal maddeler yeteri miktarda, yani üstün miktarda ona ilave edilmişse, Resepte uygun. kesinlikle uygun miktarda konulmuşsa o ürün askıda kalıp çökme yaşanmadığı için dediğim gibi 5 yıl boyunca çok rahatlıkla ben göğsümü gere gere
5 yıl boyunca rafta herhangi bir şey olmayacağına dair garanti verebiliyorum. Zəmanət verirsiniz. Mən istərdim Mirzə bəy, digər bir məsələyə toxunaq. Ümumiyyətlə bax bu antipaslar, yəni yağlı boyalardan bir danışardıq. Antipaslar, yəni